Salam dəyərli izləyicilər, əziz tələbələr və şagirdlər. Bugün sizinlə riyaziyyat severlər rubrikasında yenidən görüşürük. Çox maraqlı məsələlər, təhlüklər həll edəcəyik. Məsələ 1. X-in qiyməti verilib bu şəkildə intervalda, Y verilib bu intervalda. 2 bölü X kvadratı çıxaq 1 bölü Y kvadrat ifadəsinin qiymətini tapın. Birinci 2 qat bərabərçilikdən qiymətləndirirəm 2 bölü X kvadratını. Onu yazıram. Kök altda 2 kiçikdir X kiçikdir kök altda 6-dan çıxır ki, intervalın sərhədləri müsbət olduğundan kvadrata yüksəldirəm. Kiçikdir X kvadrat kiçikdir 6 alıram. Tərs qiymətini tapanda bərabərçilikdə sərhədlər yerini dəyişir. Olacaq 1 bölü 6 kiçikdir 1 bölü X kvadrat. O da kiçikdir 2-də 1-dən. Burada 2 böləkdiyində hər iki tərəfi 2-yə vururam bu bərabərçiliyi. 2-yə vuranda 6-da 1 2-yə vurduq 3-də 1. Kiçikdir 2 bölü X kvadrat aldıq. 2-də 1 2-yə vuranda 1. Demək buna deyirəm 1. İkinci 2 qat bərabərçilikdən 1 bölü Y kvadratını qiymətləndirək. Kök altda 3 kiçikdir Y. O da kiçikdir kök altda 5. Buradan çıxır ki, sərhədlər yenə müsbət olduğundan kvadrata yüksəltmək olar. Alıram bu şəkildə. Tərs qiymətini tapanda yerlərini dəyişir sərhəddə. Buradan alıram 5-də 1. Kiçikdir 1 bölü Y kvadrat. O da kiçikdir 3-də 1-dən. Mənfi 1-ə vururam hər iki tərəfini. Onda yerlərini dəyişəcək sərhədlər olacaq belə. Mənfi 3-də 1, mənfi 1-ə vurduq. Kiçikdir mənfi 1 bölü Y kvadrat, o da kiçikdir mənfi 5-də 1-dən. Buna da deyirəm 2 bərabərçiliyi. Və 1 ilə 2-ni tərəf-tərəfə toplayıram. 3-də 1, mənfi 3-də 1. Toplayanda 0 verir. Deməli kiçikdir. 2 bölək X kvadrat, çıxaq 1 bölü Y kvadrat, 1-dən də 5-də 1-i çıxanda 5-də 4 aldıq. Deməli, bizə verilən ifadənin sərhədləri, intervalı bu şəkildə olur. Yəni, bu ifadə 0, 5-də 4 intervalında qiymətlər alır. Məsələ 2. Sinus 129 dərəcə, vuraq kosinus 95 dərəcə, vuraq tangens 260 dərəcə ifadəsinin işarəsini təyin edin. Həlli. 3 trigonometrik funksiyanın müxtəlif bucaqlarda qiymətləndirməsindən alınan işarəni təyin edin. Mən belə eləyirəm əvvəlcə. Sinus funksiyası üçün işarəni yazıram X, O, Y koordinat sistemi. Sinus bildiyiniz kimi birinci rüb, ikinci rüb, üçüncü rüb, bu da dördüncü rüb. Birinci rübdə müsbətdir, ikinci rübdə müsbətdir, 90 dərəcəyə qədər ikinci rüb, birinci rübdür. 180 dərəcəyə qədər ikinci rüb 90-dan və 270 dərəcəyə qədər üçüncü rüb, 360 dərəcəyə qədər də dördüncü rüb. Demək, sinus 2-dən müsbətdir. Onda mən buradan yazıram sinus 129 dərəcə vurulsun kosinus 95 dərəcə, vuraq tangens 260 dərəcə. 129 dərəcə ikinci rübə düşür. Bu sinus funksiyası üçündür. İkinci rübdə müsbətdir. Bu ifadə oldu müsbət. Böyükdür sıfırdan. Kosinusu çəkirəm. Rüblər aydındır. Burada artıq kosinus 1-də, birinci rübdə, bir də 4-dən müsbətdir. Bu kosinus X funksiyası üçündür. 2-də, 3-də mənfidir. Bu isə 95 dərəcə ikinci rübə düşür. İkinci rübdə də mənfidir. Onda bu kiçikdir, 0 olur. Tangens üçün çəksək, tangens birinci və üçüncü rüblərdən müsbətdir. 1-də müsbət, 1-də 3-dən müsbətdir. 260 dərəcə, üçüncü rübün sərhədi 270 dərəcəyə qədər. Deməli, 260 dərəcə düşür üçüncü rübə. Üçüncü rübdə də tangens müsbətdir, böyükdür 0. Beləliklə, bu ifadənin işarəsi müsbət, vuraq
mənfi, vuraq müsbət. Yəni müsbət, vuraq mənfi, vuraq müsbət. Bu isə bildiyiniz kimi mənfi işarəsi verir. Deməli, bu ifadənin işarəsi kiçikdir sıfırdan. Məsələ 3. Tənliyi həll edir. Modulca x çıxaq 9 də gəl modulca x çıxaq 4 bərabərdir 5. Həlli. Tənliyi yazıram. X çıxaq 9 modulda üstə gəl x çıxaq 4 bərabərdir 5. Bu tip tənlikləri həll etmək üçün modul daxil ifadələrin sıfırlarını tapırıq. X çıxaq 9 bərabərdir 0 olanda aldıq x1 bərabər 9-a. X çıxaq 4 bərabərdir 0 olanda x2 bərabərdir 4 aldıq. Ədəd oxunda bu nöqtələri qeyd edirik. 4, 9 və məsələni tənliyə baxırıq 3 halda. X kiçikdir 4 olanda 4 ilə 9 arasında bir də 9-dan müsbət sonsuzluğa. Birinci hal x kiçikdir 4 olanda bərabərçilikdən alırıq. İşarə dəyişir, olur 9 çıxaq x, üstə gəl 4 çıxaq x bərabərdir 5. Buradan aldım ki 2x bərabərdir 8-ə, x bərabərdir 4. 4-dən kiçikdir, biz 4 aldıq. Deməli, bu aralıqda həll yoxdur, boş çoxluq. İkinci hala baxılıq, 4-9 arasında 4 kiçik bərabərdir x, kiçik bərabər 9 olduqda, nəzərə alınan tənlikdə bu olacaq 9 çıxaq x. Burada isə olacaq x üstə gəl 4, işarə dəyişmir, x üstə gəl 4, x çıxaq 4, x çıxaq 4 olduğu kimi qaldı, bərabərdir 5. X-lər islah oldu, aldım ki 9 çıxaq 4, 5 bərabərdir 5. Bu da doğru eynilikdir. Bu deməkdir ki, bu tənliyin həlli bu parça oldu. Deməli, bu halda həll x daxildir 4, 9 parçası oldu. Və bu həll, bu hissə tamamilə parça həll oldu. X böyükdür 9 üçüncü halını araşdırıram. X böyükdür 9 olduqda olacaq x minus 9. Bu da üstə gəl x çıxaq 4 bərabərdir 5 alırıq. Buradan aldım ki 2x bərabərdir 18-ə. X də bərabərdir 9-a. X 9-dan böyükdür, biz 9 aldıq. Deməli, bu halda da həll boş çoxluqdur. Onda verilən tənliyin həlli x daxildir 4, 9 parçası olur. Cavab x daxildir 4, 9 parçası. Məsələ 4. Tənliyi həll edin. 16-nın üstü sinus kvadrat x, üstə gəl 16-nın üstü kosinus kvadrat x bərabərdir 8. 16-nın üstü sinus kvadrat x olduğu kimi yazıram. Üstə gəl 16-nın üstü kosinus kvadratın yerinə birinci trigonometri yeniyə görə 1 çıxaq sinus kvadrat x yazıram. Bu kosinus kvadrat x-in yerinə. Və aldım bərabərdir 8-ə. Buradan isə alırıq 16-nın üstü sinus kvadrat x. Burada 16-nın üstü 1, onun 16-nın üstü 1 elədi 16. 16-nın üstü mənfi sinus kvadratı verdi 1 bölək 16-nın üstü sinus kvadrat x. Bərabərdir 8-ə. Buradan da alırıq ki 16-nın üstü sinus kvadrat x-i əvəz eləyirik t ilə. Onda oldu t üstə gəl 16 bölək t bərabərdir 8. Tənliyin hər iki tərəfini t-yə vursaq t kvadrat çıxaq 8t 8t üstə gəl 16 bərabərdir 0 alırıq. Bildiyiniz kimi bu da t çıxaq 4-ün kvadratıdır, bərabərdir 0-a. T çıxaq 4 bərabərdir 0 aldıq.
T bərabərdir 4-ə. T'nin qiymətini gətirib əvəzləmədə yerinə yazıram. 16'nın üstü sinus kvadrat x bərabərdir 4. Sol tərəfdə 16'nı 4'ün kvadratı yazanda 4'ün üstü 2 sinus kvadrat x bərabərdir 4 aldıq. Və əsaslar bərabərdir, üstlər də bərabər, üstdə 1'dir burada. Olacaq 2 sinus kvadrat x bərabərdir 1. Dərəcəni aşağı sallam, kosinüsə keçirik. 2 sinus kvadrat x'in yerinə 1 çıxaq, 2 qat argumentə kosinüs x yazıram. Bərabərdir 1. Buradan da alıram kosinüs 2x bərabərdir 0. Bilirsiniz ki, kosinüs 0'ı pi bölü 2 plus pi kada al pi kada alır. Olacaq 2x bərabərdir. Pi bölü 2 üstə gəl pi k. K da daxildir z tam ədədlər çoxluğuna. 2'yə bölsək x bərabərdir pi bölək 4. Üstə gəl pi k bölək 2. K daxildir z tam ədədlər çoxluğuna. Məsələ 5. Limiti hesablayın. Limit x yaxınlaşanda 0'a. X'in üstü 2026 vuraq. Sinus 2026 bölü x. X'i 0'a yaxınlaşdıranda bu 0 sinus 2026 bölü x. Sinus 2026 bölü x ise məxrəc 0'a sonsuzluq təyin eləmək olmur sinusu. Ona görə də bunu qeyri-adi bir üsulla həll eləmək istəyirəm. Bilirsiniz ki, sinus məhdud funksiyadır. -1 kiçik bərabərdir sinus x. O da kiçik bərabərdir 1. Bu 2 qat bərabərsizliyə yazırsa biz yaza bilərik. -1 kiçik bərabərdir sinus 2026 bölü x kiçik bərabərdir 1. Buradan da mən qeyd elə x üstü 2026 böyük bərabərdir 0 olduğundan bu 2 qat bərabərsizliyi vura bilərəm. X'in üstü 2026'ya vursaq, alıram mənfi x'in üstü 2026 kiçik bərabərdir x'in üstü 2026 vuraq sinus 2026 bölək x. Bu da kiçik bərabərdir x'in üstü 2026'dan. Belə bir 2 qat bərabərsizlik aldım və x yaxınlaşır 0 şərti ilə bu 2 qat bərabərsizlikdə limitə keçirəm. Onda alınır limit x yaxınlaşanda 0'a mənfi x'in üstü 2026 kiçik bərabərdir limit x yaxınlaşanda 0'a x'in üstü 2026 vuraq sinus 2026 bölək x. Bu da kiçik bərabərdir limit x yaxınlaşanda 0'a x'in üstü 2026. Diqqətlə baxın. X 0'a yaxınlaşanda sol tərəf 0'a yaxınlaşdı, 0 verdi. Deməli aldım sol tərəfdə 0 kiçik bərabərdir. Limit orta olduğu kimi yazıram. X'in üstü 2026 vuraq sinus 2026 bölək x. Kiçik bərabərdir. Bu da 0 verdi. X 0'a yaxınlaşanda 0. Deməli bizim limitimiz 0'dan böyük bərabərdir və 0'dan kiçik bərabərdir aldıq. Bu isə o deməkdir ki, elə bu limit 0'a bərabərdir. Buradan çıxdı ki, limit x yaxınlaşanda 0'a x'in üstü 2026 vuraq sinus 2026 bölək x bərabərdir 0. Bu limitin qiyməti 0'a bərabərdir. Məsələ 6. F 2x çıxaq 1 bölü x çıxaq 3 bərabərdir x kvadrat olarsa f1'i tapın, həlli. Deməli bizə verilib f funksiyasının 2x çıxaq 1 bölü x minus 3'dəki qiymət x kvadratına bərabərdir. f1'i tapın deyir. f1'i tapmaq üçün f2'si tapmaq lazımdır. Onda 2x çıxaq 1 bölünsün x çıxaq 3'ü bir t ilə əvəz eləyirəm. Və buradan alıram 2x çıxaq 1 bərabərdir tx çıxaq 3t. Buradan da təyin eləyirəm. X'ləri bir tərəfə seçirik. 2x
çıxaq tx. Aldım ki, bərabərdir 1 çıxaq 3t. Sol tərəfdən x-i çıxardıram möhtərizə xaricinə. 2 çıxaq t bərabərdir 1 çıxaq 3t. Buradan da aldım ki, x bərabərdir 1 çıxaq 3t bölünsün 2 çıxaq t. Buna t dediyimdən onda olacaq ft bərabərdir. X kvadratı, x'in yerinə bu qiyməti yazırıq. Olur 1 çıxaq 3t bölək 2 çıxaq t'nin kvadratına. Artıq ft şəklində yazılıbsa, t'nin yerinə x yazı, hər iki tərəfdə x yaza bilərik. Yəni olacaq fx bərabərdir 1 çıxaq 3x bölünsün 2 çıxaq x'in kvadratı. Və x'in yerinə artıq 1 yaza bilərik. Buradan da çıxır ki, f1 bərabərdir 1 çıxaq 3 vuraq 1 bölək 2 çıxaq 1'in kvadratı. Buradan aldım ki, 1 çıxaq 3 mənfi 2 mənfi 2 bölünsün 1 kvadratı mənfi 2'nin kvadratı. Bu da bərabərdir 4. Deməli f1 bərabər oldu 4'ə. Məsələ 7. X'in üstü 10, üstə gəl x'in üstü 5, üstə gəl bir çox hədisini vuruqlara ayırın. Həll et. 10 dərəcəli belə bir çox hədli verilib. Bərabərdir. X'in üstü 10'u mən yazıram. X'in üstü 5'in kvadratı. Üstə gəl x'in üstü 5, üstə gəl 1. Və kənarda x'in üstü 5'i bir t ilə əvəz eləyirəm. Əvəzləməni burada nəzərə alsaq, bu bərabər olacaq. T'nin kvadratı üstə gəl t, üstə gəl 1. Deməli, mən bu kvadrat şədilini vuruqlara ayırıb, nəticədə t'nin yerinə x'in üstü 5 yaza bilərəm. Bunu da gör necə eləyirəm. Bərabərdir. Bunu yazıram t kvadrat üstə gəl 2t, üstə gəl 1, 2t yazdım. Ona görə çıxaq t'ni yazıram ki, yenə də ifadə öz qiymətini verir. Və diqqətlə baxsanız görərsiniz ki, burada bu ifadə t üstə gəl 1'in kvadratıdır. Yazıram t üstə gəl 1'in kvadratı. Çıxaq t'ni də yerinə yazıram. Kök altında t'nin kvadratı. Kök altında t'nin kvadratı. Bərabərdir. Və a kvadrat çıxaq b kvadratı bərabərdir. A çıxaq b vuraq a üstə gəl b. Müxtəsər vurma düsturunu bura tətbiq edirik. Onda alıram. Olacaq t üstə gəl 1 çıxaq kök altında t. Bir də t üstə gəl 1 üstə gəl kök altında t. Belə aldıq və t'nin qiymətini artıq gətirib yerinə yazıb öz dəyişənimizə keçə bilərik. Onda alacağıq x'in üstü 5 üstə gəl kök altda x'in üstü 5 üstə gəl 1. Burada da olacaq x'in üstü 5 üstə gəl. Burada birinci çıxaq. X'in üstə gəl kök altda x'in üstü 5 üstə gəl 1. Deməli, birində çıxaqla, birində üstə gəllə vuruqlara. Beləliklə, gördüyünüz kimi verilən 10 dərəcəli çox ədili. 2 dənə bu şəkildə çox ədilin hasilinə bərabər oldu. Yəni, bu şəkildə vuruqlarda ayrılır. Məsələ 8. Tənliyi həll edin. 2'nin üstü 9 üstü x bölünsün 8'in üstü 3 üstü x bərabərdir 4'də 1. Əvvəlcə tənliyimizi yazırıq. 2'nin üstü 9 üstü x bölünsün 8'in üstü 3 üstü x bərabərdir 4'də 1. Buradan alıram. Sol tərəfdə 2 əsas 2'dir, burada 8'dir. 8'in yerinə 2'nin kubunu yazıram.
olacaq 2'nin üstü 9 üstü x. Burada olacaq 2'nin üstü 3 vuraq 3 üstü x. Var idi 3 üstü x. Bu bərabərdir. Bu bərabərdir. 4'te 1. 4'te 1. Bu da buradan da alıram. Sol taraf yerine yazıram 2'nin üstü 9'un yerine 3'ün üstü 2x. 3'ün üstü 2. Burada da x var. 3'ün üstü 2x. Bölünsün 2 üstü 3 vuraq 3 üstü x. Bərabərdir 4'te 1. Buradan aldım. A üstü m bölək A üstü m düsturuna görə bu verir A üstü m çıxaq n. Bunu tətbiq edirəm sol tərəfə. Olacaq 2'nin üstü 3'ün üstü 2x çıxaq 3 vuraq 3'ün üstü x. 4'te 1'i də yazıram 2'nin üstü mənfi 2. Əsaslar bərabərdir, üstlərdə bərabər olmalıdır. 3'ün üstü 2x çıxaq 3 vuraq 3'ün üstü x bərabərdir, mənfi 2 aldıq. Buradan da alıram 3'ün üstü x'e t desəm alıram t kvadrat çıxaq 3t üstə gəl 2 bərabərdir 0'a. Buradan aldıq t 1 2 bərabərdir. 2'de 3 üstə gəl çıxaq 9 çıxaq 8. Bu da bərabərdir. 2'de 3 üstə gəl çıxaq 1. T1 bərabərdir 1. T2 bərabərdir 2. 3'ün üstü x bərabərdir bir dəfə 1'e. Buradan aldım x1 bərabərdir 0. 3'ün üstü x1 dəfə də bərabər aldım 2'ye. X bərabərdir. Loqaritmi ilə tapılır. Loqaritma 3 əsasdan 2. Deməli cavab x1 0. Bir də x2 loqaritma 3 əsasdan 2. Bununla da bugünkü dərsimizi bitmiş hesab edirəm. Sağ olun, yeni dərslərdə görüşənə qədər.